Platon şairləri niyə sevmir? Platonun şairləri sevmədiyi, onları özünün xəyal və təsvir etdiyi utopik dövlətində görmək istəmədiyi və şairlərə qarşı bu negativ münasibətinin özündən sonra ortaya çıxan din və mədəniyyətlərin də şairlərdən uzaq durmasına səbəb olduğunu sənət tarixindən xəbərdar olan hər kəs bilir. Bu antik şair düşmənliyinin səbəbi çox qədimlərə, ta bəşərin ilk şairi titulunu daşıyan Homerə qədər gedib çıxan bir tarixi var. Homeri Platondan əvvəl yaşamış Yunan filosofları Ksenofan və Heraklit də kəskin tənqid edirdi. Hətta tarixin atası sayılan Herodot da Homerə yer üzünün ilk bilinən şairinə öz yazılarında hücum etməyi özünə borc bilmişdi. Nə idi Homerə olan bu hücumların səbəbi? Ksenofan hələ Platonun dünyada olmadığı dövrdə deyirdi. Efiopiyalılar tanrılarını yastı burunlu və zənci, Trakiyalılar isə mavi gözlü və sarışın saçlı təsvir edirlər. Əgər öküzlərin, atların və şirlərin də əlləri olsaydı və insanlar kimi onlar da şəkil çəkib heykəl yona bilsəydilər, o zaman öküzlər tanrıları öküzlərə, atlar isə tanrıları atlara bənzədərdilər. Ksenofana görə Homer də bunu etmişdi. Tanrıları insanlara bənzətmiş və insana aid olan bütün negativ sifətləri tanrılara köçürmüşdü. Bəşərin ilk şairinin günahı məhz bu idi və bu günahın lənəti özündən sonraki bütün şairlərin başının üzərindən əskik olmayacaq, sonraki hər bir cəmiyyətin ən vacib işi öz şairlərinin azadlığına nəzarət etmək olacaqdır. Vaxt itirmədən gələk Platonun münasibətinə. Platonun şairləri danladığı dövlət əsəri siyasətlə yanaşı, həm də etika, sənət, metafizikadan bəhs edən bir əxlaq kitabıdır. Platon bu kitabda dövlətə sahib çıxacaq uşaqların tərbiyəsinin idman və musiqi ilə başlamalı olduğunu qeyd edir. İdman bədəni, musiqi ruhu sağlamlaşdıracaqdır. Daha sonra uşaqlara riyaziyyat, həndəsə, astronomiya öyrədilməli idi. Amma Platon uşaqların tərbiyəsində nağılların da önəmini qeyd edirdi. Lakin bu nağıllarda Homerin qəhqəhə çəkən, ağlayan, sızlayan, uydurma tanrıları kimi qəhrəmanlardan danışılmamalıdır. Bu nağıllarda insana dünyada pis şeylərin də olduğu bilgisi verilməməli idi. Hesiodun övladları ilə pis rəftar edən tanrı Uranını, atasından qisas alan tanrı Kronunu, yaxud Homerin ilahə Heranın qarşısında özünü ərgən kimi aparan Zevsini nümunə göstərərək bu cür şair uydurmalarının gələcək nəsillərin əxlaqını korlayacağını elan edən Platon əslində sənətə senzura və konjunktura tətbiq edən ilk dövlət adamı idi. Daha doğrusu dövlət filosofu idi. Onun senzura və konjunktura təklifi özündən sonra yaranan bütün dinlərdə və siyasi ideologiyalarda öz əksini tapdı. Məsələn, Platonun şairlərin qələmi ilə yaratmaq istədiyi Tanrının gözəl sifətlərini Bolşevik konjunkturası Stalinin yalnız gözəl sifətlərinin yaradılmasında tətbiq etdi. Nəticədə Platonun sənətə tətbiq etmək istədiyi utopik dövlət konjunkturasından ortaya obrazı gözəl, özü cani Stalin kimi eybəcər bir məxluq çıxdı.